Salam əziz şagirdlər. Gəlin 9-cu sinifin buraxılışına düşə biləcək belə bir sualın həllinə baxaq. Sualda bizdə deyir ki, AB CD-yə paraleldir. Bucaq A X-ə, bucaq B 20 dərəcəyə, bucaq C 3Y çıxılsın və bucaq D 70 dərəcəyə bərabər olarsa, X çıx Y fərqini tapın. Biz bunu bilməliyik ki, ilk öncə işarələri qoymalıyıq. Bucaq A X-dir. Bucaq B 20 dərəcədir. Bucaq D 70 dərəcədir və C 3Y çıxsın 4-dür. Burada baxırıq ki, bununla bu bərabərdir. Bu oxşarlığa aiddir. Yəni bu bucaqla bu bucaq, bu bucaqla bu bucaq, bu bucaqla da bu bucaq bərabər olmalıdır. Deməli, bucaq A bərabərdir X, X də bərabərdir 70. Sonra 3Y çıx 4 20-yə bərabər olmalıdır. 3Y çıx 4 bərabər 20, 3Y bərabər, bunu bura keçirdirik, mənfi müsbət olur 24, Y də bərabərdir 8. Deməli, Y 8 tapdıq, X-imizi də 70 tapdıq. 70 çıxılsın 8 bərabərdir 62. Təşəkkür.